Sizin ekranda gördüyünüz bitki erkək qıcı bitkisidir. Erkək qıcı deyilməyinə baxmayaraq, onun cinsiyyəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə əvvəllər bu bitki çiçək və meyvə əmələ gətirmədiyinə görə buna erkək qıcı deyilir. Yetkin bitki görürük, sporofit nəsildir və yetkin bitkidə gördüyümüz kimi yarpaqlar cütlələkvarıdır və hər bir yarpaq uç hissədən böyüyür. Eyni zamanda yetkin bitki sporofit nəsildir, çünki yarpaqların alt tərəfində sporangilərdə sporları yetişir. Baxın, bu artıq sporlarını tökmüş və bir qədər sarı rəngdə olan qıcıdır. Kökümsova malikdir və sporofit bitkinin üzərində sporlar yetişdiyinə görə sporofit bitki həm mitoz, həm meyoz bölünmə keçirə bilər. Gametofit isə qıcı kimilərdə protaldır, çünki gametlər protalın üzərində əmələ gəlir. Gametofitdə isə yalnız mitoz bölünməyə müşahidə olunur. Çoxdandır qıcı kimilərə aid bir video çəkmək istəyirdim. Nə xoşbəxt ki, bu Astaranın Sim kəndində mümkün oldu. Ətrafa da nəzər salaq. Bu da yetkin qıcı bitkisi.